Dünyada nüvə silahına malik olduğunu açıq şəkildə etiraf etməyən, amma demək olar ki, bütün kəşfiyyat orqanlarının nüvə arsenalına sahib olduğu düşündüyü bir ölkə var. O ölkə İsraildir. Bəs İsrail nüvə proqramını necə yaratdı? Niyə bugünə qədər bunu rəsmi şəkildə nə təsdiq edir, nə də təkzib? Dimon adlanan müəssisədə əslində nə baş verir və İsrailin nüvə qeyri-müəyyənliyi siyasəti ona hansı üstünlükləri verir? Bu videoda Yaxın Şərqin ən böyük geosiyasi sirlərindən birini araşdıracağıq. ...1948-ci ildə İsrail dövləti yaradılan zaman ölkə ardıcıl müharibələrlə üzləşdi. Yeni dövlət özünü say baxımından daha böyük qonşuların əhatəsində görürdü və təhlükəsizlik məsələsi hökumətin əsas prioritetinə çevrildi. İsrailin ilk baş naziri Ben Gurion hesab edirdi ki, ölkənin uzun müddətli təhlükəsizliyi üçün texnoloji üstünlük həyati əhəmiyyət daşıyır. Məhz bu dövrdə nüvə texnologiyasına maraq artmağa başladı. 1950-ci illərdə İsrail nüvə tədqiqatlarını genişləndirdi və Fransa ilə əməkdaşlıq çərçivəsində Negev səhrasında Dimona nüvə tədqiqat mərkəzinin tikintisinə başladı. Rəsmi açıqlamalarda obyekt elmi araşdırma və enerji məqsədli nüvə mərkəzi kimi təqdim olunur. Lakin zamanla beynəlxalq ekspertlər burada silah istehsalı üçün istifadə oluna biləcəyi platinyumun da əldə edilə biləcəyini iddia etməyə başladı. Dimona şəhəri yaxınlığında yerləşən Şimon Peres Negev nüvə araşdırmaları mərkəzi dünyanın ən çox müzakirə olunan nüvə obyektlərindən biridir. Uzun illər ərzində bu obyektin fəaliyyəti haqqında çox az rəsmi məlumat yayılmışdı. Peyk görüntüləri, müxtəlif araşdırmalar və keçmiş əməkdaşların açıqlamaları səbəbindən Dimona İsrailin nüvə proqramının mərkəzi kimi tanınır. Bununla belə, obyektin konkret fəaliyyəti ilə bağlı ictimaiyyət üçün açıq və tam təsdiqlənmiş məlumatlar məhduddur. İsrail bugünə qədər nüvə silahına malik olduğunu nə rəsmi şəkildə təsdiq edib, nə də inkar edib. Bu yanaşma beynəlxalq münasibətlərdə nüvə qeyri-müəyyənliyi və ya nüvə qeyri-şəffaflığı siyasəti kimi tanınır. Bu siyasətin mahiyyəti belədir. İsrail rəqiblərinin onun nüvə imkanlarına dair müəyyən ehtimallarını nəzərə almasını istəyir, lakin bu barədə rəsmi açıqlama vermir. Beynəlxalq Strateji Araşdırmalar İnstitutu, Stockholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutu və Amerika Alimlər Federasiyası kimi təşkilatlar açıq mənbələrə əsaslanaraq İsrailin nüvə arsenalına malik ola biləcəyini qiymətləndirir. Lakin dəqiq rəqəmlər rəsmi şəkildə təsdiq olunmuyor. İsrailin nüvə proqramı ilə bağlı ən məşhur hadisələrdən biri 1986-cı ildə baş verdi. Dimona mərkəzində texnik işləyən Vanunu Britaniya mətbuatına obyektin içərisində çəkildiyi bildirilən fotoları təqdim etdi. Məhz qəzet bu materialları ekspertlərlə birlikdə təhlil edəndən sonra İsrailin nüvə silahı istehsal edə biləcək infrastruktura malik olduğunu irəli sürdü. Hadisədən qısa müddət sonra Vanunu xaricdə saxlandı, İsrailə gətirildi və casusluq ittihamı ilə mühakimə olundu. O, uzun müddət həbsdə qaldı. Bu hadisə İsrailin nüvə proqramı ətrafındakı müzakirələri də gücləndirdi. Dünyanın əksər ölkələri nüvə silahlarının yayılmaması müqaviləsinə qoşulub. İsrail isə bu müqavilənin iştirakçısı deyil. Bunun nəticəsində ölkənin nüvə obyektləri digər bəzi dövlətlərdə olduğu kimi Beynəlxalq Atom Enerjisi Agentliyinin tam miqyaslı nəzarət rejiminə tabe deyil. İsrail qeyd edir ki, regional təhlükəsizlik vəziyyəti və mövcud risklər onun təhlükəsizlik siyasətini müəyyənləşdirən əsas amillərdir. İsrail uzun illərdir İranın nüvə proqramını öz milli təhlükəsizliyi üçün ciddi risk kimi qiymətləndirir. Bu səbəbdən İsrail müxtəlif beynəlxalq platformalarda İranın nüvə fəaliyyətinə qarşı sərt mövqe nümayiş etdirib və diplomatik təzyiqləri dəstəkləyib. İran isə nüvə proqramının dinc məqsədlər daşıdığını qeyd edir. Eyni zamanda Tehran İsrailin öz nüvə imkanları barədə şəffaf məlumat verməməsini də tənqid edir. Beləliklə, Yaxın Şərqdə nüvə məsələsi təkcə texnologiya deyil, həm də siyasi və strateji rəqabətin mərkəzində dayanır.